Bismillahirrahmanirrahim. Aziz Peyğəmbərimiz Əmirül-Müminin Ali ibn Əbi Talib əleyhissalam barədə kəlamlarının birində Aliyyun mə'al Qur'an vəl Qur'anu mə'ə Ali buyurur. Yəni Qur'an Əli ilə, Əli isə Qur'anladır. Həqiqətən də Qur'anı Əlisiz, Əlini Qur'ansız təsəvvür eləmək olmur. Bu ikisi biri digərinin tərkib hissələridir. Necə də bu ikisi bir-birini tamamlayır, necə də bu ikisi bir-birinə bənzərdilər. Qur'an-ı Kərim dilsiz hidayətçidirsə, Əli əleyhissalam danışan hidayətçi. Ona görə Qur'an-ı Kərimə samit Qur'an, Əli əleyhissalama natiq Qur'an deyiblər. Qəribə gecədir Qədir gecəsi. İnna ənzəlnahu fi leylətil qədr. Qur'an-ı Kərimin nazil olduğu, Əli əleyhissalamınsa şəhadətə çatdığı gecədir Qədir gecəsi. Başqa sözlə desək, samit Qur'anın göydən yerə indiyi, natiq Qur'anın isə yerdən göyə ucaldığı gecə. Allah bizi dünya və axirət Qur'an və Əli əleyhissalamdan ayrı və Qədir gecəsinin feyzindən nəsibsiz qərar verməsin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.